Və hakimin son yoxlanışlarıyla Bakı Sporting Qaradağ Lokmotiv oyunu başlayır. Artıq Azərbaycan çempionatının bağlanış oyunudur. Keçən turda bu komandaların qarşı durmasında Elman Soltanovun komandası meydan sahibləri 3-2 qələbə qazanmışdı. Görək bu oyunda nələr baş verəcək. Birinci hissə başladı. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyin Ağa. Artıq oyunda 15-ci saniyə gedir. Və Binə stadionu da yenidən təmirə bağlanmışdı. Artıq mövsüm başlayanda artıq qış fasiləsindən sonra mövsüm başlayanda artıq yəni istifadəyə verildi. İmişli Moik İmişli oyununda Moik təmsilçisi öz ev oyununu Binə qəsəbəsindəki stadionunda keçirdi. Yəni həm klublar, həm də stadionlar yeni mövsümə hazırlanıb. Həm İmişli şəhər stadionu, həm də Binə qəsəbəsindəki yerləşən stadion da yenidən təmirdən çıxıb. Və indi Qaradağ Lokmotiv əks hücuma çıxır. Aha, riskli hərəkətlərlə yadda qalır Bakı Sporting. Və qapıcı yerindədir. Bravo Qaradağ Lokmotiv qapıcısına. Aferin. Az qala Elman Soltanovun yetirmələri hesabı açmışdılar. Baş məşqçiləri təqdim edeyim deməli. Meydan sahiblərinin baş məşqçisi Bakı Sportingi 2-ci region liqasından düz 2-ci liqa kimi komandanı daşıyan Bakı Sportingin baş məşqçi postunda uzun müddətdir qalan Elman Soltanov. Elman Soltanov həm də Premier Liga təmsilçisi Səbaildə də işləyib. İndi Bakı Sportingin uğurları üçün çalışır. Və qapıcı yenə də yerindədir. İndi Qaradağ Lokmotiv əks hücuma çıxır. Aha. Qaradağ Lokmotiv'nin baş məşqçisi isə Füzuli komandasının sabiq baş məşqçisi, Azərbaycan milli komandasının sabiq oyuncusu Amid Quluzadədir. Yəni Elman Soltanov da yəni Premier Liga təmsilçisi Səbaildə də çalışır. İndi Bakı Sportingin uğurları üçün çalışır. Komandanın region liqasından düz 1-ci liqa kimi yəni bu səviyyəyə kimi gətirib çıxardıb Elman Soltanov. Həm komanda ilə yəni 2-ci liqanın çempionu görək bu il Bakı Sporting 1-ci liqanın çempionu ola biləcəkmi? Qapıcı yerindədir. Pressing. Bakı Sporting hesabı açmaq üçün irəli atılır, sol cinahdan açılır. Ya qapıcı yerindədir. Ya qayda pozulur. Qaradağ Lokmotiv'nin oyuncusu yerdə qalır.
4-cü dəqiqə gedir görüşdə. Və artıq 4-cü dəqiqə ekranlaşmaya doğru gedir. Bakı Sporting pressing gelir. Meydan sahipləri bir anlıq olsun dayanmır. Və top yönündədir. Bravo. Qaradaqlıq vətənə hücuma çıxır. Lafaz. Və az qala hesab 1-0 olmuşdu ama alınmadı. Bakı Sporting'in bu hücumu. Təzyiq göstərir meydan sahiblərinin oyuncusu. Bizim təşkilatı dəstəyimiz futbol arenasıdır. Bir də ekstra time'dır. Ekstra time'a həm öz adımdan, həm də YouTube kanalımız adından təşəkkürümü bildirirəm və futbol arenasına da həm öz adımdan, həm də YouTube kanalımız adından təşəkkürümü bildirirəm. Artıq 6-cı dəqiqə gedir. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Ve gelen hafta oyunlara köklənəcəyik yenə. Bu oyundan sonra bu oyun bağlanış oyunudur. Elman Sultanovu qıraqdan gördük. Aha. Burada da bu oyunda da kobud hərəkətlərlə yadda qalır oyun. Elman Sultanov'da Premier Liga təcrübəsi olan baxmayıcılarımızdandır. Səbai komandasını çalışdırıb. İndi isə Bakı Sporting'in uğurları üçün çalışır. 7-ci dəqiqə gedir artıq. Azərbaycan 1-ci liqasının bağlanış oyunudur. Aha, hesab açıla bilər. Heç alınma. Aha, 8-ci dəqiqə artıq yekunlaşır. Və yerdə qalan oyuncular amma bu hücum alınmadı. Artıq oyunun 2-1 hissəsi asta geridə qalmaq üzrədir. Elman Sultanovu görürsünüz. Bakı Sporting'in baş məşqçisi. Görək Qaradaqlıq Vətən Ahmet Quluzadənin yetirmələri heç olmasa bu oyunda qələbə qazana biləcəkmi? Aha, Bakı Sporting'in də qızışıb. Bravo. Qayda pozluğu bağlı. Qaradaqlıq Vətənində. Pressing edirlər. Aha, riskli hərəkətlər edir Qaradaqlıq Vətən. Pressing edir qonaq komandanın üzvləri. Top meydandan çıxdı out. Bu səfər Bakı Sporting üçün.
Artıq 10-cu dəqiqə başlayır. 9-cu dəqiqə yekunlaşmaya doğru gedir. Şimdi pressing ediyor. Aha. Ala bir pas. Aha, indi Bakı Sporting'e hücuma çıxır. Aha. Elman Sultanov'un komandası görünüyor ki Bakı'nın bəxti gətirdi. Ne yaptı ki zədələnmədi burada. Və Soğukçunu açılır indi qonaq komandanın üzvləri. Ahmet Quluzadə səsi gəlir. Bura kimin tapşırıq verir oyuncularına. Top meydandan çıxır. Out Bakı Sporting'inde. Ahmet Quluzadənin görürsüz. Qaradağlı Batanın və Füzuli komandasının keçmiş baş məşqçisi. Düzdür, Qaradağlı Batan'da bu il baş məşqçi kimi debüt eləyir, amma Füzuli komandasında Ahmet Quluzadə debüt edib artıq. Və indi Qaradağlı Batan əks hücuma çıxır. Bakı Sporting təzyiq göstərir, amma yerdə qalan oyuncu. Meydan sahiblərindən hətta Ahmet Quluzadə də o yanına yaxınlaşır. Və artıq oyunun 12-ci dəqiqəsi yekunlaşır. Out Bakı Sporting'inde. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa. Bir pas, indi Qaradağlar oyundan kənar vəziyyət. Offside qərarı verir hakim. Deyəsən qapıdan zərbə. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Şimdi Bakı Sporting meydan sahibləri pressing eləyəcək. Bakı Sporting'in 2 qələbəsi var. Quş fasiləsindən qabaq. Biri qayda pozulub deyəsən. Biri Cəbraylı 2-1 məğlub eləmişdir. Biri də Qaradağlı Batanı öz evində 3-2 məğlub eləmişdir. Belə baxanda
Bakı Sporting 2 qələbədən artıq qələbələr qazana bilmir. Və pressing aladı. Ala bir pas. Aha, riskli hərəkətlər eləyir artıq meydan sahibləri. Out. Artıq 15-ci dəqiqə gedir. Azərbaycan 1-ci liqasının bağlanış oyunudur. Qaradağ Vatan indi qonaq komanda pressing eləyəcək. Aha, topu itirirlər. Kazandılar, bravo. Güləşir əməlli başlama. Meydan sahibləri topu götürdü, indi görən eləyəcək ama Qaradağ Vatan qapısı yerində. Artıq 16-cı dəqiqə gedir. Oyunun 2'də 1 hissəsi artıq arxada qalmaq üzrədir. Bravo, gol. Baş doğru. Şimdi Bakı Sporting pressing eləyir. Qaradağ Vatan əks hücuma çıxırdı ama heç nə alınmadı. Hakim oyunu yenə də saxladı. Siz də bizim kanalımıza abunə olmağı unutmayın. Mikrofon arxasında da mənəm Dəmirov Hüseyn ağa. 17-ci dəqiqə başlayır artıq. On 7-ci dəqiqə gedir artıq oyunda. Oyunun artıq 2'də 1 hissəsi geridə qalmaq üzrədir. Bakı Sporting sərəni oynayacaq ama qayda pozulur. Sarı vərəq verildi deyəsən hakim tərəfindən. Out. Değil. Sərbəst atışla Qaradağ Vatan qonaqlar davam edir oyuna. Yala bir pas. Ya qapçı yerindədir. Qaradağ Vatanın qapçısı. Daroqsu Bakı Sporting'in qapçısı Cəfər Əlizadə. Baş məşqçilər yenə təqdim edilməsi tamaşaçılar. Deməli, meydan sahiblərinin baş məşqçisi Elman Sultanov bir vaxtlar Premier Ligada çalışıb, ən əsas Səbail komandasında işləyir Elman Sultanov və indi isə Bakı Sporting'in uğurları üçün çalışır və gol! 1-0 qonaqlar hesabı açır. Oyunun 19-cu dəqiqəsində.
bu sefer açılır hesabı. Evdə də hesabı Qaradağ Lokmatan açmışdı. Burada da açılır. Ama Qaradağ Lokmatan oyuncusu yerdə qalıb. Sporting 0, Qaradağ Lokmatan 1. Gol Bahadur Həziyev. Golun müəllifi Qaradağ Lokmatanın golun müəllifi Azərbaycan futbolunun oyuncusu, Səbail komandasında şərəfini qorumuş, Şamaxının da keçmiş futbolcusu və Səbail komandasının keçmiş futbolcusu və Keşlə komandasının sabiq oyuncusu Bahadur Həziyevdir golun müəllifi Qaradağ Lokmatanda. Aha. Şimdi golun müəllifi Bahadur Həziyev oldu və out. Qaradağ Lokmatanında ya da Bakı Sporting'ində out. Elman Sultanov Premier Liga klublarında da işləyib, sadəcə Səbail komandasında işləyib və indi isə Bakı Sporting'in uğurları üçün çalışır. Komandanın region ligasından düz indiyə kimi bu seviyeye qədər gətirib çıxardıb. Bahadur Həziyev də Azərbaycan futboluna töhfə vermiş oyunculardan biridir. Hem Səbaildə oynayıb, Şahin Diniyevin dövründə, yəni Şahin Diniyevin dövründə oynayıb, hem Şamaxıda oynayıb, həmçinin də əvvəllər Keşlə komandası var idi, orada da bir vaxtlar oynayıb, indi isə Qaradağ Lokmatanın uğurları üçün çalışır. Out. Ve pressing. Top meydandan çıktı. Artık 22. dakikadır. Out Qaradağ Lokmatanındır. Ahmet Quluzadə isə Füzuli komandasından yani geldi. Qaradağ Lokmatan komandasına bir vaxtlar Ahmet Quluzadə də qoy bu ucun qutarsın. Out. Yani Ahmet Quluzadə də Azərbaycan futboluna xeyir vermiş oyunculardan olub, həm də Azərbaycan milli komandasının da şərəfini qoruyub. Onun artıq out Qaradağ Lokmatanında, onun artıq Azərbaycan futbolunda baş məşqçi kimi ikinci komandadır ki, artıq baş məşqçi işləyir. Birinci komandasında, Füzuli komandasında bir müddət işləyəndən sonra artıq Qaradağ Lokmatanın baş məşqçi postuna gətirildi. Onunla bir illik müqavilə imzalanıb. Ahmet Quluzadənin səsi düz şəhkin özgəyinə qədər gəlir. Və pressing qəşəng. Bakı Sporting hesabı bərabərləşdirə bilərdi, amma Qaradağ Lokmatan bu hücuma oxuyur. Riskli hərəkətlər.
Sporting pressing eləyir. Ahmet Quluzadəni görürsüz qıraqdan. Və indi bax Sporting meydan sahibləri qəşəng bir dirəmliklə hesabı bərabərləşdirə bilərdi, amma qayda pozulub. O qayda pozulmayıb, korner vuracaq meydan sahibləri. Oyunun 25-ci dəqiqəsində Ahmet Quluzadəni qıraqdan görürsüz. Yenidən korner olacaq. Şən. Aha, riskli hərəkətlər. Aha. Qaradaqlıq vatan indi əks hücuma çıxır. Riskli hərəkətlərlə yaxda qalır oyuncular və oyundan kənar vəziyyət. Offside. Həm də yerdə qalan oyuncular. 26-cı dəqiqə artıq başlayır. Artıq oyunun da 2-də 1 hissəsi geridə qalmaq üzrədir. Bizim təşkilatı dəstəklərimizə təşəkkürümü bildirmək istəyirəm. Deməli, bizim təşkilatı dəstəyimiz baş sponsorumuz Futbol Arenasıdır. Ona da həm öz adımdan və həm də kanalımız adından təşəkkürümü bildirirəm və bizə yeni qoşulmuş Ekstra Time'dır. Həm öz adımdan, həm də YouTube kanalımız adından Ekstra Time'a şəxsən təşəkkürümü bildirirəm. Ahmet Quluzadə hər kəsi yığıb başına və Ahmet Quluzadəni qıraqdan görürsüz. 27-ci dəqiqə gedir artıq. Qapçı yerindən. Və pressing. Qayda pozulub. Dava düşür deyəsən meydanda. Ara sakitləşdi biraz. Qonaq komanda pressingi davam elətdirir. Mənim səhv eləmirəmsə qayda pozulub. Mənim səhv eləmirəmsə yadımdadır ki, Ahmet Quluzadə təzə gələndə komandaya difayda aksiyonu deməli 4-2 məqlub elədilər. Sonra Moyki də utdular. Sonra da Zaqatalanında bərabərə qaldılar deyəsən. Yəni, yaxşı bir seriya yaxalayıblar. Ahmet Quluzadə gəlişindən sonra. Aha. Sıxılmışdı orada. Ne inirsən sən? Riskli hərəkətlər eləyirlər və sonra var oyun.
Suarı verib bütün texniki heyət töküldü meydana. Qarabağ Vatan oyuncusu yerdə qalıb. Və neler baş verəcək oyunda görək. Və oyun qaldığı yerdən devam edir. 30-cu dəqiqəyə keçid aldıq artıq oyunda. 3'də 1 hissə başlayıb. Sərbəst atışla oyun devam edir. Birazdan baş məşqçiləri də təqdim edəcəm. Qayda pozulub. Deməli, Bakı Sporting'in baş məşqçisi. Əvvəllər Səbail komandasında çalışmış. İndi isə Bakı Sporting'in uğurları üçün çalışan Elman Soltanov. Qaradağ Vatana yenicə qoşulmuş Füzuli komandasının sabit baş məşqçisi Amit Quluzadə. Amit Quluzadəm də Azərbaycan milli komandasının futbolçusu olub. Riskli hərəkətlər eləyir oyuncular artıq. Birinci dəqiqə gedir görüşdə. 1-0. Bu oyunda hesab 19-cu dəqiqədə açıldı. 1-0 Qaradağ Vatan irəlidədir. Qaradağ Vatanın qolun müəllifi Bahadur Həziyev oldu. Keşlənin və Şamaxının və Səbail komandasının sabit oyuncusu. Sarı varaya. Oy 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 oy. Sarı varaylar havada uçuşur bugün. İndi isə Bəhruz Həziyev, yəni ki əvvəllər Premier Liga klublarında oynasa da, yəni Keşlədə oynayıb, Səbaildə oynayıb, Şamaxıda oynayıb. İndi isə Qaradağ Vatanın uğurları üçün çalışır. Out. Görək kimin də. Bakı Sporting'in də out. Bravo. Out Bakı Sporting'in də. 33-cü dəqiqə gedir. Ahmet Quluzadəni görürsünüz. Topun arxasında Bəhruz Həziyev var. Və Elman Soltanovu da görürsünüz. Out Qaradağ Vatanın da. Ya 34-cü dəqiqə gedir artıq. Aha 2-0 eləyə bilər. Qapçı yerindədir. Bakı Sporting'in qapçısı Cəfər Əlizadə. Aha pressing.
Və 34-cü dəqiqə ekranlaşır. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Bizim də kanalımızın təşkilatı dəstəkləri var. Mən həm öz adımdan və kanalım adından həm futbol arenasına təşəkkürümü bildirirəm, həm də Ekstra Time YouTube kanalına təşəkkürümü bildirirəm ki, artıq bizimlə yanvar ayından etibarən işləməyə, yəni əməkdaşlıq eləməyə razılıq verdilər. Artıq oyunda birinci hissədə 2 sarı vərək var. Cərimə zərbəsi vuracaq Bakı Sporting. Ahmet Quluzadəni görürsünüz. Yağış da yağır. Oyunun sonlarına gəlib çatırıq və qapıdan zərbə. Oyunun 3də 1 hissəsi artıq yekunlaşmağa doğru gedir. Və pressing. Out. Qaradaqlıq vatanında. Ahmet Quluzadəni görürsünüz. Və Ahmet Quluzadə də əli ilə işarə elədi ki, sakit ol. Və Qaradaqlıq vatanı oyunçusu yerdə qalıb. Və əziz tamaşaçılar, mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa, oyunun da şəhçisi. Mən artıq özüməm, yəni müəyyən qədər maraqlı oyunlar olanda oyunu şəxsən həm öz kanalımda sizə təqdim edirəm, həm də özüm şərh edirəm. 37-ci dəqiqə gedir. Və Cəfər Əlizadə yerindədir. Və top meydandan çıxdı. Elman Sultanovu görürsünüz. Baş vəzirləri sizə təqdim edeyim. Out. Direkt kimində out Qaradaqlıq vatanı. Birinci meydan sahiblərinin baş vəzirini təqdim edeyim. Elman Sultanov, yəni Premier Liga klubunda da işləyib. Səbail komandasının sabiq baş vəziridir. İndi isə o Bakı Sporting'in uğurları için çalışır. Bakı Sporting'in bu seviyeye gelip çıkmasına göre Elman Sultanov'a teşekkür edilir ve Elman Sultanov özgürlüğünü artık Bakı Sporting için koyup Qaradaqlıq vatanın baş məşqçisi isə komandaya yenicə gəlmiş Füzuli komandasının sabiq çalışdırıcısı və Azərbaycan milli komandasının sabiq oyuncusu
Ahmet Quluzadədir. Və indi Bakı Sporting hesabı bərabərləşdirə bilərdi, amma heç nə alınmadı. Artıq oyunun 4'də 1 hissəsi başlayıb. Ahmet Quluzadə də artıq baş məşqçiliyə təzə başlayıb. O ikinci liqa təmsilçisi Füzuli komandasında işləyirdi bir ara. İndi isə Qaradağ Lokvatanın uğurları üçün çalışır. Və out oldu. Out deyil, oyundan kənar vəziyyət. İndi isə Ahmet Quluzadə Füzuli komandasında müəyyən qədər işlədikdən sonra Qaradağ Lokvatanın uğurları üçün çalışır. Onunla bir illik müqavilə imzalanıb. Deyəsən cərimə zərbəsi təyin olunur Bakı Sporting'in qapısına. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Qaradağ Lokvatan heyətində Premier Liga təcrübəsi görmüş Araz Abdullah